Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində mübarək Ramazan ayına əsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Ramazan tövbə ayıdır. Qonağımız isə ilahiyyatçı Səfər Abdullayevdir. Səfər bəy, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm ki, bu verilişə dəvət eləmişsiniz. Allah Taala Ramazan ayı hamımıza bərəkətli qərar versin inşallah. Minnətdarlığımızı bildiririksə, dəvətimizi qəbul edib gəldiyinizə görə. Ümumiyyətlə, mübarək Ramazan ayı həqiqətən də bir ilahi fəza olduğu kimi insanlar üçün, bəndələr üçün bir çox mənalarda imkanlar, şəraitlər yaradır ki, həm Allahın rəhmətindən bəhrələnək, eləcə də öz əməllərimizlə, iradəmizlə daha da inkişaf edə bilək, daha da Allaha doğru gedə bilək. Amma mövzumuz sırf tövbəyə aid olduğuna görə düşünürük ki, o da aktual bir mövzudur. İlk sualımız bir müqəddimə xarakteri daşıyır ki, ümumiyyətlə bu mübarək ayda tövbə etmək nə cür əhəmiyyətə sahibdir? Bismillahirrahmanirrahim. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Ümumiyyətlə, Ramazan ayı mübarək bir aydır və Allahın rəhmət ayıdır. Quranda da bu qeyd olunubdur ki, hudəllinnas, yəni insanlar üçün hidayət vasitəsidir. Hər bir zaman Allah üçün bir bəhanə lazımdır ki, insanları bağışlasın, insanların günahlarını bağışlasın, onların tövbələrini qəbul eləsin. Lakin bu ayda olunan tövbənin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, bu ayda fürsətlər çoxdur. Bu ayda imkanlar çoxdur. Yəni, bunu nəyə bənzədə bilərik? Hədislərdə vardır ki, Allahın məhəbbətinin, Allahın bəşəriyyətə, insanlara olan məhəbbətinin 1%-in Allah Taala bu yer üzünə insanlara bəxş eləyibdir, qalanın saxlayıbdır qiyamət gününə. Və bu aləm o 1%-in hesabına bu cür məhəbbətlə dolubdur. Digər 99%-in, 99 hissəsini saxlayıbdır qiyamət gününə. Və həmin vaxtı, qiyamət günündə artıq Allahın mərhəməti, Allahın rəhməti o qədər geniş olacaq ki, hətta şeytan belə ümidvar olacaq. Buna bənzədə bilərik ki, Allahın digər aylarda da rəhməti mövcuddur təbii ki. Yəni, Allahın rəhməti elə bir məkan, elə bir zaman yoxdur ki, Allahın rəhmətin, mərhəmətin əhatə eləməsin. Məhdudlaşmır. Bəli, əlbəttə ki. Sadəcə Ramazan ayı elə bir aydır ki, hədislərdə vardır ki, yerin göyün qapıları açılır və mələklər nida eləyir ki, bağışlanmaq istəyən varmı? Və həmin ayda da dediyimiz kimi fürsətlər, məqamlar çox olduğuna görə tövbə eləmək, bağışlanmaq çox asan olur. Diqqət eləsək, yatmağımız, durmağımız, oyaq qalmağımız, danışmağımız, susmağımız hədislərə əsasən bunların hər biri ibadətdir Ramazan ayında. Bu digər aylarda, digər günlər üçün bunlar heç bir qeyd olunmuyordur. Yəni digər aylarda istər mübarək Rəcəb ayı olsun, istər mübarək Şaban ayı olsun və yaxud da ki, digər aylar olsun. Adi halda insan həyatında bu yatmaqdır, yemək içməkdir, danışmaqdır, susmaqdır. Bunların heç biri ibadət mislində deyil. Lakin bu Allah Taala bunu Ramazan ayı üçün qərar verib ki, hətta susmağın belə, hətta yatmağın belə ibadətdir. Bu cür bir vəziyyətdə, bu cür bir məqamda da artıq bağışlanmayan şəxs Peyğəmbərimizin salavatü əleyhin hədisinə əsasən bağışlanmayan şəxs ən bədbəxt şəxsdir. Bəli. Bu ayda bağışlamayan hansı ayda bağışlanacaq ki? Əlbəttə ki, bu sadəcə olaraq təbii ki, insan gərək özü bir addım atmalıdır bu baxımdan. Özü cəhd etməlidir tövbə eləmək üçün, istiğfar eləmək üçün, günahdan uzaq qalmaq üçün bu ayda özü müəyyən addımlar atmalıdır. Yəni, bu o demək deyil ki, mən bu ayda günah eləsəm də Allah bağışlayacaq. Yox. Allah Taala Quran-ı Kərimdə də buyurur ki, Əuzu billahi minəşşeytanirracim. İnnallaha la yughayyiru ma biqavmin hatta yughayyiru ma bi anfusihim. Allah Taala buyurur ki, bir dəstə, bir qövm özünü dəyişmək istəmədikcə Allah onları dəyişməyəcək. Yəni Allah insanın özündən addım atmağını tələb edir. Yəni insanın özünün
istəməyini tələb eləyir. Durduğu yerdə heç nə olmayacaq. Əlbəttə ki, və insan bu ayda bağışlanmaq istədikcə, tövbə eləmək istəyəndə artıq Allah Taala onun üçün bu qapıları açır və hətta tövbə eləyəndən sonra da insan Allah Taala müəyyən özünün köməyini də, öz dəstəyini də insandan əsirgəmir. Məsələn, elə bir məqam yaradır onun üçün, elə bir vəziyyət yaradır ki, Allah Taala özü. İnsan artıq tövbə eləyəndən sonra da müəyyən bir xeyir işlərə vəsilə olur. Və yaxud da məsələn bir yaxşı dost ona yetirir ki, Allah o adam tövbə eləyəndən sonra Allah Taala'nın yoluna istiqamətləndirsin həmin o dostu. Bəli, bəli. Həmin bunlar hamısı Allahın insana olan dəstəyidir. Həqiqətən. Qeyd elədiyimiz kimi bu ayda fürsətlər çoxdur, imkanlar çoxdur. Allah Rəsulü Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir mübarək hədisində buyurur ki, kim Ramazan ayını yaşasa və bu ayın sonunda bağışlanmasa, Allah Taala onu öz rəhmətindən uzaqlaşdırar. Yəni bunu belə izah eləyə bilərik ki, o ki hədislərə əsasən biz deyirik ki, fürsətlər çoxdur bu ayda, şərtlər çoxdur. Yəni bu ayda da kimsə bağışlanmasa, deməli bu adamın ümumiyyətlə Allaha qarşı bir hörməti yoxdur. Allaha qarşı, Allaha bir dəyər vermir. Allahın dininə dəyər vermir. Çünki bu cür rahat bir bağışlanma fürsəti olan məqamda özünü bağışlatmır. Biz hədislərdə də bunların hamısını görürük ki, bu ayda bağışlanmaq əslində çox rahatlı digər aylara nisbətdə. İmam Sadiq əleyhissalam da buyurur ki, oruç tutanın yuxusu da ibadətdir, sükutu da təsbihdir, əməli də qəbul olunmuşdur. Yəni bu ayda bir xeyir iş görəndə, bir savab iş görəndə, bir müsbət bir iş görəndə artıq buna şübhə ilə yanaşmaq olmaz ki, görəsən mənim bu xeyir əməlim qəbul olub yoxsa yox. Digər aylarda bəli, ehtimal ola bilər ki, qəbul olmasın, ehtimal ola bilər ki, qəbul olsun. Yəni bu zənn əsasındadır. Çünki insanların əməlləri ücbatındadır. Bu barədə danışmışıq keçən verilişlərimizdə. Hətta duası da müstəcabdır bu ayda. Yəni, lakin bu ayda görürük ki, gördüyümüz xeyir əməlləri olsun, savab əməlləri olsun, bunlar da hətta %100 qəbul olunan hökmdədir. Digər aylarda biz sadəcə olaraq Allahın rəhmətinə, mərhəmətinə ümidvar olub, Allaha qarşı hüsn zənn edərək əməllərimizin qəbul olduğunu düşünürük, dualarımızın qəbul olduğunu düşünürük və tövbələrimizin bağışlandığını düşünürük. Lakin bu ayda artıq Allah da bunu buyurur və Peyğəmbər də bunu buyurur ki, və imamlar əleyhissalam da buyururlar ki, bu ayda xeyir əməllər mütləq qəbuldur, dualar mütləq müstəcabdır və hətta tövbələr də Allah tərəfindən qəbul olunandır. Yəni belə bir fürsət, belə bir məqam insanın əlinə nə zaman düşə bilər ki? Təbii ki, Ramazan ayı hər il var, hər ildə davam eləyir. Lakin sən özün gələn Ramazana qədər qalacaqsan ya yox, bu məlum deyil. Ona görə bu fürsəti qənimət bilməliyik ki, Ramazan ayında, bu ayda, elə bu günlərdə gərək Allahdan bağışlanmaq istəyək və tövbələrimizi yubatmayaq. Çox təşəkkür edirik sizə. Həqiqətən gözəl müqəddimə oldu mövzunun özünə də. Bir fikir qeyd etdiniz ki, bu ayda olunan tövbələr digər ayda olunan tövbələrdən fərqlidir, fərqlənir. İstədik mövzunu biraz da genişləndirək bu məqamı. Ümumiyyətlə, bu ayda olunan tövbələr digər ayda edilən tövbələrdən konkret nə ilə fərqlənir? Zəhmət olmasa bu haqda. Tövbənin fərqi yoxdur. İstər Ramazan ayında, istər başqa aylarda. Tövbə, yəni əməllərə qəlbən, zahirən və qəlbən peşmançılıq hissidir. Lakin bir fərq olaraq nəzərə alsaq bu ayın tövbəsi ilə digər ayların tövbəsini, biri var, zahirən istiğfar eləyəsən, tövbə eləyəsən Allahdan və sonrakı zamanlarda yenidən insan həmin o günahı təkrar edir. Bir də var ki, qəlbən bu günahın müqabilində qəlbən istiğfar eləyə, qəlbən tövbə eləyə. Bu aydakı tövbənin digər aylardakı tövbədən əsas fərqi odur ki,
bu ayda insanın qəlbi paklaşır. Yəni insan bu ayın əməlləri ilə, oruç tutmağı ilə, gecə ibadətləri ilə və müəyyən işlərlə istər-istəməz insanın qəlbi müəyyən qədər həlimləşir, müəyyən qədər yumşalır və istiğfara meyilli olur. Bəli, bəli. Ona görə də bu ayda olunan tövbə daha tez qəbul olur və daha dərin təsirə malikdir. Və buna bir səbəb də onu deyə bilərik ki, bu ayda biz hədislərə əsasən deyirik ki, bu ayda şeytan zəncirlənibdir. Bəli. Şeytanın zəncirlənməsi də təbii ki, məcazi mənada. Şeytanın zəncirlənməsi də buna bir növ zəmindir ki, insanın nəfsi tədricən nəfs istəkləri azalır. Belə bir növ desək, insanın qol-qanadı daha çox açılır. Bəli. Şeytanın zəncirlənməsi ilə, nəfsinin istəkləri azalmağı ilə insanın ağlının belə deyək, qol-qanadı açılır, genişlənir və insan ağlı ilə artıq hərəkət edir və ağıl əsasında da insan təbii olaraq tövbəyə meyilli olur və Allaha doğru meyl eləyir. Buna bir irfani baxışla, bir irfani tərəfdən baxsaq, deyə bilərik ki, təbii ki, Allah Taala bütün sifətləri ilə bütün zamanlarda təcəlli eləyibdir bu öz yerində. Lakin Ramazan ayında Allahın Rəhman sifəti, Rəhim sifəti vəĞafur sifəti daha çox qabarıq olaraq təcəlli eləyibdir. Ona görə də başqa aylarda ola bilər insan öz iradəsi ilə istiğfar eləsin. Bəli. Öz istəyi ilə, öz iradəsi ilə istiğfar eləsin. Qeyd elədiyimiz kimi bu ayda fürsətlər çox olduğuna görə, imkanlar çox olduğuna görə sanki burada ariflərin buyurduqları sözdür bu. Ramazan ayında sanki Allah Taala öz bəndəsini özü dəvət eləyir tövbəyə, istiğfara. Çünki Ramazan ayı ilahi bir ziyafətdir, ilahi bir süfrədir və bu süfrə mənəvi qidalarla zəngindir. Bu ən böyük mənəvi qidada Allahın insanı özü dəvət eləməsidir. Və bu Ramazan ayının tövbəsi də digər ayların tövbəsinə əsas fərqi budur ki, bu ayda Allah Taala sanki belə desək, ariflərin dili ilə desək, Allah özü dəvət eləyir insanı, öz bəndəsini tövbə eləməyə. Təbii ki, burada bu ayın, mübarək Ramazan ayının əsas əməli olan orucun da böyük rolu vardır, böyük təsiri vardır ki, insan oruc tutanda müəyyən qədər nəfsi zəifləyir, insanın günaha olan meyli azalır, qidalardan uzaq qalmaqla insan dünyadan sanki bir növ uzaq qalır və nəticədə qeyd elədiyimiz kimi insanın nəfsi zəifləyir və bunun müqabilində də insanın ruhu dirçəlir, yüksəlir və artıq qəlb də əqildə nəfsə hakim olmağa başlayır. Bunu başqa formada da qeyd eləsək, deyə bilərik ki, insan bu ayda da ac qalmaqla öz acizliyini hiss eləyir və məsələn, adam var ki, ümumiyyətlə ac qala bilmir. Bəli. Yeməklə sanki bu fərqli mövzudur, buna istəmirəm daxil olum. Bu onun nə qədər aciz olduğunu göstərir. Və insan oruç tutanda da, insan ki, zəif eləyir bədənin, onun nə qədər özünün aciz olduğunu, zəif olduğunu göstərir və bu məqamda da sanki bir növ Allahdan xəcalət çəkərək, öz zəifliyini dərk eləyərək, öz zəif bəndə olduğunu dərk eləyərək Allaha tərəf yönələcək və Allahdan bağışlanmaq istəyəcək və bu artıq adi tövbə ilə yanaşı həm də sanki insan qəflətdən ayılır. Özünü Allah müqabilində sınmış və zəif dərk eləyərək, görərək. Bəli. Çox təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. Ümumiyyətlə, elə bu ayda olunan tövbənin fərqliliyindən danışdıq. Bəs ümumiyyətlə, bu ayda olunan tövbəyə görə biz daha nə əldə eləyirik? Yəni, adətən bir günahlar bağışlanır, Allah bizi öz rəhmətinə qərq edir. Bəs bu ayın tövbəsinin məxsusi əvəzi necə olur bu haqda zəhmət olmaz? Ramazan ayı elə bir əzəmətli, elə bir mübarək aydır ki,
bu ayda tövbə eləməklə, yəni insan bu ayın tövbəsi ilə digər aylarda çata bilməyəcəyi məqamlara çata bilər. Bəli. Mənəvi məqamlara çata bilər. Ramazan ayında, həmin bu ayın tövbəsi ilə insan dünyadan qırılmaqla, bayaq qeyd elədiyimiz kimi qidalardan kənarda qalmaqla, sanki dünyadan uzaq qalmaqla və bu ayın əməllərinə baxanda ki, bu ayın çoxlu ibadətləri var. Bu ayda çoxlu ibadətlər etməklə, istiğfar, tövbə eləməklə bəndə öz həqiqi kimliyinə qayıdır, öz həqiqətinə qayıdır. Əslində digər vaxtlarda, digər aylarda dünya həyatı insanı o qədər məşğul edir ki, o qədər işlər olur ki, insan həyatı, beyni, zihni qarışıq olur və bu qarışıqlıqdan, bu dağınıq həyatdan, bu dağınıq bir dənə belə qeydəcək atmosferdən yönəlir vahid bir atmosferə, Allaha tərəf yönəlir bu ayın tövbəsi ilə. Və artıq insan öz həqiqətini dərk eləməyə başlayır. Özünün Allahın bəndəsi olduğunu yada salır. Yəni an etibarı ilə insanlar tövbə eləməklə bu ayda Allahı dərk eləyir, özündə Rəbbini tapır, öz daxilində, öz qəlbində. Və təbii ki, bütün aylarda da insan bu halı müəyyən qədər yaşaya bilər. Lakin artıq Ramazan ayının tövbəsi bizə bunu bəxş eləyir ki, bizə bunu verir ki, biz bu ayda bu halı yaşayaq və hiss eləyək. Bundan sonra da deyə bilərik ki, Ramazan ayının tövbəsi bizə bu ayda ki, qeyd elədiyimiz kimi ibadətlər çoxdur və insanın Allaha doğru yönəlməsi üçün, istiqamət götürməsi üçün şanslar çoxdur və fürsətlər çoxdur. Bu ayda insanın tədricən qəlbi yumşalır. Ramazan ayının tövbəsi ilə, Ramazan ayının istiğfarı ilə insanın qəlbi yumşalır və qəlbi müəyyən qədər belə desək sınıq qəlb yaranır insanda və Allaha sınıq qəlblə yönəlir. Və hədislərimizdə də var ki, Allah sınıq qəlblərdədir. İnsan özünün zəifçiliyin, acizliyin dərk eləyəndən sonra artıq qəlbi dünyadan uzaqlaşır, dünyadan sınır və özünün acizliyini dərk eləyir, başa düşür. Və bunun müqabilində də artıq Allahın əzəmətini, Allahın böyüklüyünü dərk eləyir və Allaha tərəf meyl eləyir. Bir əsas məsələ də budur ki, nəfsin tələsindən, nəfsin hücumundan insan amanda qalır bu ayda. Nəfs ki, zəifləyir, insanın ruhu ki, bu ayda güclənir, müəyyən qədər qüvvətlənir. Bayaq qeyd elədiyimiz kimi də şeytan ki, bu ayda zəif olduğuna görə və zəncirli olduğuna görə nəfsin istəkləri azalır və insan nəfsin tabeliyindən uzaqlaşır. Və artıq insan bu cür hallarda öz həqiqətini dərk eləməyə başlayır. Özünün mənəvi gücünü əslində dərk eləməyə başlayır. Bir də onu da qeyd eləyə bilərik ki, bu ariflərin çox gözəl bir kəlamı var bu barədə. Buyururlar ki, Ramazan ayının tövbəsi ilə artıq insan yenidən dünyaya gəlir. İnsan o hətta paklaşır ki, cəmiyyətdə lord diləcə belə bir söz var, insan yenidən dünyaya gəlir. Bəli, yenidən doğulur. Anadan olmuş bir uşaq kimi məsum olur, paklaşır. Ariflər bunu qeyd edirlər ki, bu ayın tövbəsi o qədər hörmətli, o qədər dərin təsirə malikdir ki, əvvəlki insan, belə, yəni bu təbir bu cürdür, əvvəlki insan ölür və həmin insan yenidən doğulur. Yəni günahkar ölür və pak olaraq, məsum olaraq dünyaya gəlir yenidən. Belə desək, artıq insan bu ayda məsumluğa doğru gedir və təbii ki, bu halını, bu mənəvi pak halını qoruyub saxlaya bilsə, gələn Ramazana qədər bu halı qoruyub saxlasa, təbii olaraq Allah dostlarından hesab olunar. Çox təşəkkür edirik sizə. Ümumiyyətlə bir məqamı istərdik, dəqiqləşdirmək cəhətindən də əvvəlki sualımız. Çünki zaten
biz İslami maariflənmədən də bu sualın cavabını bilir, amma sizin təqdimatınızda biraz həm də bu Ramazan ayı kontekstində dəqiqləşdirmək istərdik ki, ümumiyyətlə bu Ramazan ayında insanın, bəndənin, bir şəxsin bağışlanmağa nə qədər ehtiyacı olur ki, ümumiyyətlə? Bir ehtiyacı hansı həddə olur? Təbii olaraq bütün aylarda qeyd elədiyimiz kimi bütün zamanlarda insanın bağışlanmaya, tövbəyə, yəni Allah tərəfindən bağışlanmaya ehtiyacı vardır. Lakin Ramazan ayında bu ehtiyac qabarıq şəkildə özünü göstərir. Bəli. Yəni Ramazan ayının özünün böyüklüyü, özünün əzəməti, Allahın bunu bu Ramazan ayını Quran-ı Kərimdə necə vəsf eləməyi, necə böyük bir tərifə layiq olduğunu, necə gözəl bir ay olduğunu Allah bunu bəyan eləyir ki, biz bundan belə ələ gətiririk ki, bu ayda xüsusi bir nəzər var. Allahın xüsusi bir nəzəri var. Xüsusi bir bərəkəti, rəhməti vardır bu ayda ki, artıq bu ayda insanın bağışlanmağa ehtiyaclı olduğu daha çox nəzərə çarpır. Bəli. İmam Sadiq əleyhissalam da bir mübarək hədisində buyurmuşdur ki, Ramazan ayı ruhu təmizləmə ayıdır. Bu ayda tövbə eləmək, tövbə digər vaxtlardan daha tez qəbul olur. Və görürük ki, İmam Sadiq əleyhissalam da bunu buyurur və həmçinin digər hədislərdə də biz bunu görə bilərik ki, İmam Səccad əleyhissalamın məsələn Səhifə-i Səccadiyyəsində olan mübarək bir duası vardır. Səhv eləmirəmsə 44-cü dua və 45-ci dua. Biri Ramazan ayını qarşılama duasıdır, digəri isə Ramazan ayı ilə vida duasıdır. Bu ayda da bu duada da biz görürük ki, İmam Səccad əleyhissalamın duasında biz oxuyuruq ki, İmam Səccad əleyhissalam buyurur ki, İlahi bizi Ramazan ayında bağışlanan bəndələrindən qərar ver. Görürük ki, İmam Səccad əleyhissalam bu duanı başqa aylar üçün eləməyibdir. Bəli. Əgər bu duanı bu ayda eləyirsə, deməli həqiqətən bizim bu ayda bağışlanmağa ehtiyacımız var. Və duanın digər hissəsində də buyurur ki, İlahi sən bu ayı elə bir ay qərar vermisən ki, elə bir ay etdin ki, bu ayda bəndələrin tövbə edərək sənə tərəf yönəlirlər. Yəni bu ayın necə bir mübarək ay olduğunu İmam Səccad əleyhissalam da bu təbirlə qeyd eləyir. Sonra da İmam ardıcan bu duanın ardıca da buyurur ki, İlahi bizi Ramazan ayını bitirib, lakin bağışlanmayan bədbəxtlərdən qərar vermə. Bəli. Görürük ki, həqiqətən Ramazan ayı bitdiyi halda kimsə özünü bağışlatmasa bədbəxtlərdən hesab olunur. Çünki bu boyda fürsətlər, bu boyda şərait, Allahın xüsusi rəhməti, bərəkəti olan şəraitdə insan əgər həqiqətən də, yəni belə deyək ki, qızıl məcməyidə qarşısına qoyulmuş bir fürsətləri bundan yararlanmırsa, həqiqətən də çətin ki, başqa aylarda bunu edə bilsin. Əlbəttə. Hədislərdə də vardır ki, bu ayda artıq gələn Ramazana qədər müqəddərat insanın taleyi, aqibəti qeyd olunur, yazılır. Və bu günlərdən, bu aylardan da insan gərək faydalı şəkildə istifadə eləsin ki, yəni bundan daha gözəl şəkildə faydalana bilər. Adi günlər kimi gəlib bu günlərin, bu ayların yaşamağı heyifdir, təəssüfdür. Yəni heyifdir. Yəni təəssüf hissi keçirər insan ki, bu ayları, bu günləri boşuna xərcləsə, boşuna versə. Bir çox hədislərdə də buyurulub ki, bu ayda tövbə edənləri Allah bağışlayar. Və biz İmam Səccad əleyhissalamın bir duasında da oxuyuruq ki, İlahi Ramazan ayının hörmətinə, Ramazan ayının ehtiramına bu ayın orucunu və bu ayın ibadətini, qiyamını sənin rızayətinlə əldə etmək üçün, sənin rızayətini əldə etmək üçün bu ibadətləri yerinə yetirənləri bağışla. Görür ki, İmam Səccad əleyhissalam dua eləyir bu ayda ibadət eləyənlər üçün, bu ayda Allahın buyurduqlarını icra eləmək üçün. Və bilir ki, imamın da duası təbii ki, müstəcabdır, mütləq şəkildə müstəcabdır. Başqa
dualarda, münacatlarda görürük ki, buyururlar ki, Əhl-i Beyt əleyhissalam buyurur ki, bu ibadətləri eləyəni Allah bağışlayar, Bəli. Allah günahların əfv eləyər, bu ibadət eləyəni, bu ayda oruç tutanı və başqa məsələləri. Lakin burada İmam Səccad əleyhissalamın duasını biz görürük ki, əgər biz bu ayda da əgər bu ibadətləri eləsək, təbii ki, Bəli. imamın duası bizə də şamil olacaq. Və 100%dir bu ayda bağışlanma. Hətta təqribən bu hədis indi zehnimə gəldi. Peyğəmbər sallallahu əleyhi buyurur ki, əgər bu ayı başa çatdırıb güman eləyə, şəkk eləyə ki, görəsən bağışlandım yoxsa yox, Allah üçün böyük suizən eləmiş kimi sayılır insan. O da ki, böyük günah. Böyük günahdır əlbəttə ki. Ona görə biz bu ayın tövbəsində biz görürük ki, həqiqətən də bu ayın tövbəsinə ehtiyaclıyıq. Bəli. Ki, %100 bağışlanmağımızı qəlbən inanaq, qəlbən başa düşək. Təşəkkür edirik sizə Səfər bəy. Ümumiyyətlə bir yekunlaşdırma olaraq istərdik ki, tamaşaçılarımız üçün də maraqlı olsun ki, yəni Ramazan ayı sırf əməllər cəhətdən tövbədən ibarət deyil. Ümumiyyətlə mübarək Ramazan ayında bağışlanmaq üçün tövbə ilə bərabər hansı əməllər tövsiyə olunur? Yəni hansı ibadətlər tövsiyə olunur ki, yəni elə təsəvvür yaranmasın ki, yalnız tövbə ilə nail olmaq olar. Bu haqda zəhmət olmasa. Bəli, çox gözəl sualdır, həqiqətən. Və biz əvvəldən də qeyd eləmişik ki, bizim bu ayda əlimiz genişdir. Yəni Allah bizim üçün böyük, çoxlu fürsətlər veribdir. Bəli. Təbii ki, ilahi bağışlanmaya biz tövbədən başqa bir yollarla da çata bilərik. Bəli. Tövbə sadəcə olaraq ən ideal yoldur, ən uyğun yoldur ki, tövbə nədir? Tövbə yəni istiğfar eləməkdir, peşmançılıq hissi duymaqdır və bunun müqabilində Allahdan bağışlanmaq istəməkdir. Başqa yolları da var bunun, digər yollar da var ki, Allahla münacat eləmək. Bizim çoxlu dualarımız var Ramazan ayında oxunmağa tövsiyə olunmuş çoxlu dualarımız var. Elə bayaq qeyd elədiyimiz kimi Səhifə-i Səccadiyyə o bir dənə bir dürrüdür, həqiqətən bir xəzinədir ki, tanınmayan bir xəzinədir, təəssüflər olsun ki, o dua, o kitabın Səhifə-i Səccadiyənin 44-cü, 45-ci dualarına biz diqqət eləyə bilərik. O dualardakı imamımızın, İmam Səccad əleyhissalamın kəlamlarına biz diqqət eləyə bilərik. O dualarda Ramazan ayını vidalaşma anında İmam Səccad əleyhissalam necə bir haldan hala düşür, necə o belə desək söz var idi, Allah kəlamından aşağı, bəşər kəlamından yuxarı kəlamlarda Əhl-i Beytin sözləri. Dolayı yolla elə Allahın öz kəlamlarıdır əslində. Əhl-i Beytə təvəssül etməklə, Əhl-i Beytin bu ayda Əhl-i Beytə təvəssül etməklə və ən əsas məsələ ki, bu ay Quran ayıdır. Quran oxumaqla bu ayda insan Allaha tərəf meyl eləyə bilər, günahları bağışlada bilər. Hədislərdə də var ki, bu ayda oxunan bir dənə ayə digər aylarda oxunan bir Quran xətminə bərabərdir. Ona görə də yəni gözəl bir fürsətdir ki, bu ayda məsələn hər gün bir cüz ayə, bir cüz Quran oxumaqla bir ay içində Ramazan ayında hər bir mömin bəndələr bir Quranı xətm eləyə bilər. Bəli. Və bunun savabında, əcrində təbii ki, Allah Taala özü verəcəkdir burada. Və bu ayda çoxlu zikirlər, salavat zikri məxsusən başda olmaqla bu ayın təbii ki, Qədr gecəsinin əməlləri öz yerində. Bu ayda ümumi olaraq qeyd elədiyimiz kimi müəyyən zikirlərlə, müəyyən ibadi əməllərlə də insan Allahdan bağışlanmaq istəyər və təbii ki, Allah da bağışlayar. Allah Taala inşallah bizi də bağışlanmış bəndələrindən qərar versin. Çox təşəkkür edirik sizə Səfər bəy. Həqiqətən də çox könül oxşayan məqamlara toxundunuz. İncə məqamlara toxundunuz. İnanırıq ki, bu mübarək günlərdə, bu Ramazan ayında tamaşaçılarımız üçün çox faydalı olacaq. Onlar da sizin çıxışınızdan fayda götürəcəklər və gündəlik həyatlarında tətbiq eləyəcəklər. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir də minnətdarlığımızı bildiririk. Var olasınız. Çox sağ olun, təşəkkür edirəm. Mən də həmçinin sizə çox sağ ol deyirəm ki, bu mübarək ayda, bu mübarək verilişə bizi də dəvət eləmişdiniz.
Var olasınız, minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəal Allah bu mübarək ayda, bu mübarək günlərdə hər birimizi öz rəhməti ilə əhatə edib bağışlanmağı nəsib etsin və bizi öz rəhməti ilə, bağışlanmağı ilə ən gözəl nemətlərinə qərq etsin. Növbəti buraxılışlara dək Allah amanında.